Ölkəmizdə hal-hazırda vaksinasiya prosesi davam edir və əməkdaşımız Röya hal-hazırda 2 sayılı şəhər poliklinikasından canlı bağlantıdadır bizimlə bərabər və o vaksinasiya prosesi ilə bizi daha da yaxından tanış edəcək. Gəlin Röyanı eşidək və görək. Sabahın xeyir olsun Röya, xoş gördük səni. Sabahınız xeyir. Payız-qış mövsümünün başlaması və havaların soyması qrip infeksiyasını yenidən gündəmə gətirib. Sürətlə yayılan bu infeksiya ölkədə mövsümi vaksinasiyanın başlamasına təkan verib və proses davam edir. Əhalinin vaksinasiyada iştiraki və hazırki proses barədə bizə endokrinoloq Aysel Yunisova ətraflı məlumat verəcək. Sabahınız xeyir Aysel xanım, buyurun. Sabahınız xeyir. Deməli bilirik ki, payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarına yoluxma halları xeyli artır. Bu infeksiyalardan da daha çox, yəni daha aqressiv gedişatı olan, daha tez-tez fəsadlaşan qrip infeksiyasıdır və qrip infeksiyasına qarşı da ən yaxşı mübarizə metodu vaksinasiyadır. Hal-hazırda da poliklinikamızda vaksinasiya prosesi davam edir. Biz artıq bu prosesə ötən ayın 10-undan etibarən başlamışıq və bugünə qədər 200-ə yaxın insan vaksin olunub. Bu isə əvvəlki illərə nisbətən xeyli artmasını göstərir. Yəni göstərici daha yüksəkdir. Çünki insanlarımızın vaksinə olan marağı və inamı daha da artıb. Vaksin olunan insanlarda infeksiya yoluxma halları ya az olur, yaxud da yoluxan insanlarda xəstəlik çox yüngül gedişatı olur. Buna görə də biz insanlarımızı vaksinasiya olunmağa dəvət edirik. Xüsusilə deməli risk qrupunda olan pasientlərimiz, hansı ki xronik xəstəlikləri olan, misal üçün şəkərli diabeti olan, ürək damar xəstəlikləri olan, revmatik xəstəlikləri olan insanlar daha çox vaksinasiya olunmağa cəlb edirik. Çünki bu insanlar daha tez-tez xəstələnir və onlarda xəstəlik daha ağır gedişata olur. Ətraflı məlumata görə çox sağ olun, təşəkkür edirik Aysel xanım. Bəli, bizim çatdıracaqlarımız bu qədər. Sözü studiyaya ötürürük. Təşəkkür edirik Röya, sən də özünü qoru, səni səbirsizliklə işdə gözləyirik.